Salam əziz Azərbaycan dili öyrənənlər. Mən Səmən Gül Əvəzli, Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Dərsimizin izahına keçmədən öncə qeyd edeyim ki, dərslərimiz barədə sizin üçün maraqlı olarsa 077 325 7077 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Keçək bugün baxacağımız mövzuya. Biz bilirik ki, hal-hazırda ən böyük problemlərdən biri da bitişikmi yazılır, yoxsa ayrı mı yazılır? Əslində məntiqini anlayandan sonra sadə bir mövzudur. Ancaq biz bir çox yazılarda, sosial şəbəkələrdə və s. bunun tez-tez səhvə yol verildiyini görə bilirik. Yəni bu səhvin tez-tez edildiyini görə bilirik. Baxaq, da bitişik yoxsa ayrı yazılmalıdır? Biz ümumiyyətlə baxaq ki, da nə olaraq çıxış edir? Birinci olaraq bağlayıcı ola bilər. Hansı ki, əsas elə qarışdırılan məqam bağlayıcı olaraq yazılmasıdır. Hansı ki, yerlik halından səhv salınır və bitişik yazılır. İlk olaraq qeyd edeyim ki, da bağlayıcı, ədat yerlik hal şəklində ola bilər. İndi baxaq, bağlayıcı olaraq tabesizlik bağlayıcısıdır. Eyni zamanda iştirak bildirir məna növü olaraq. Nə deməkdir iştirak? Məsələn, biz deyirik ki, mən də bugün orada olacağam. Biz bu cümləni işlədəndə, siz bu cümlədən yəqin ki, hiss edirsiniz ki, bunun əvvəlində kiminsə orada olacağı barədə bir məlumat var və yaxud məndən başqa kimsə də orada olacaq və mən də həmçinin orada olacağam. İştirak bağlayıcısı, məsələn, həmçinin, ha belə, da-dənin özü, bunlar iştirak bağlayıcılarıdır. Elə burada da iştirak bağlayıcısı mənasında olacaq. Növbəti olaraq ədat olaraq ola bilir. Ədat olaraq biz bilirik ki, ümumiyyətlə ədatın funksiyası nədir? Sadəcə və sadəcə mənanı qüvvətləndirir. Hətta biz həmişə bunu öyrədərkən belə bir cümlə işlədirik ki, ədatı cümlədən biz çıxaranda heç bir şey dəyişmir. Sadəcə məna qüvvətlənməsi azalır. Bu daha çox necə olur? Xəbərdən sonra gəlir daha çox. Sənə demişdim axı, tez gəl də. Burada görürsünüz, gəldən sonra istifadə elədik. Bu mənim işimdir də. Görürsünüz, yenə işimdir nədir? Xəbərdir. İsmi xəbər olsa da ondan sonra gələrək mənanı qüvvətləndirir. İndi biz bu ilk ikisində, yəni bağlayıcıda və ədatda bunu ayrı yazacaq. Amma yerlik hal olaraq, yerlik hal bilirsiniz ki, ismin 6 halı var. Onlardan biri də yerlik haldır. Və burada şəkilçi olduğuna görə təbii ki, bitişik yazılacaq. İndi daha detallı baxmağa keçək. Fərqləndirmək üçün bəzi nümunələr vermişəm burada. Məsələn, şəhərdə bir nigarançılıq duyulurdu. Burada görürsünüz, birinci növbədə bitişik yazılıb. Elə oradan başa düşürük ki, deməli şəhərdə nədir? Harada? Şəhərdə yerlik haldır. Ümumiyyətlə, yerlik halda bir məsələ də var ki, bir dənə yerlik halda biz o sözə sual verəndə, hansı ki, da orada gəlib, həmin sözə sual verəndə o sualın içində iştirak edir. Yəni, harada, kimdə, nədə. Yəni, biz ona sual verəndə bu üçündən birini veririksə, burada deməli yerlik hal olaraq çıxış edib. Amma digərlərində bu olmur. Yəni, da sualda iştirak eləmir digərlərində. Heç hətta sual belə verə bilmirik onlara köməkçi nitq hissəsi funksiyasında olduğuna görə bilirsiniz ki, köməkçi nitq hissələrinin sualı olmur, cümlə üzvü olmur. Amma bu şəkilçi olduğuna görə sözə qoşulur və şəkilçi olanda da o necə olur? Yerlik halın şəkilçisi nədir? Kimdə, nədə, harada. Buna görə iştirak edə bilir. İndi baxırıq, onda sən hələ uşaq olardın. Artıq bizim demədiyimiz bir məqam ortaya çıxır. Bu nədir? Burada yenə da şəkilçidir, amma zərf düzəldən şəkilçidir. Biz buna daha çox harda rast gəlirik? Onda. Məsələn, sual verək burada. Nə zaman? Onda. Görürsünüz, burada zaman məzmunlu və yaxud başqa bir sözdə də deyə bilərik, gündə sözü. Gündə, yəni hər gün mənasında işlənəndə gündə gəlir bura. Yəni hər gün mənasında işlənəndə zaman zərfi funksiyasında. Deməli, bu halda da şəkilçi olacaq, zərf düzəldən şəkilçi olacaq, zaman mənası bildirəcək. İndi burada gedək də nə durmusan? Baxın, burada dəni çıxarım. Gedək nə durmusan? Burada elə görürsünüz, mənanı sadəcə qüvvətləndirmə funksiyasında çıxış edir. Ona görə də ədat olacaq. Və burada ədat olaraq götürdük. Gördüyünüz kimi ədat olaraq ayrı yazılır. Bildik ki, yalnız yerlik hal olaraq, zərf düzəldən şəkilçi olaraq birləşik yazılır. Amma bağlayıcı və ədat olaraq ayrı yazılır. Kənd də, şəhər də bu işdən kənarda qalmaq istəmir. Baxın, görürsünüz, hər ikisi iştirak edir mənasında da. Yəni, onlar kənarda qalmaq istəmir. İştirak bağlayıcısı olacaq. Məsələn, başqa bir nümunə deyək, iştirak bağlayıcısı kimi. Məsələn, bu meşələrdə vələs də cökə də bitir.
Yəni digər belə deyim ağaclarda bitir, həmçinin vələs də cökə də mənasında olacaq. Və burada digər 2 nümunəmiz də var. Sən də Sevda da növbətçisiniz. Artıq burada aydındır ki, bunlar bağlayıcı funksiyasında çıxış eləyəcək. Bir də sıra səndədir. Görürsünüz, biçi yazılıb, şəkilçidir. Kimdə? Səndə. Kimdə deyə bilirdiksə, burada artıq məlumdur ki, yerlik aldı. Belə, ümid edirəm ki, bundan sonra artıq bunu səhv salmayacaqsınız. Ayrı olduğu məqamları müəyyən edə biləcəksiniz. Dediyimiz kimi biz daha dəyə rast gələ bilərik. İki formada şəkilçi olaraq yerli hal şəkilçisi və zərf düzəldən şəkilçi olaraq. Yerli hal şəkilçisi olaraq ilkin olaraq onu belə deyim, müəyyən etməyimizin əsas rolu ondadır ki, əsas yolu ondadır ki, daha doğrusu biz ona sual verəndə yerli hal olaraq kimdə, nədə, harada suallarından birinə cavab verəcək. Çünki biz bilirik ki, ismin hallarına artırılan şəkilçilər eyni zamanda onların suallarına da təsir göstərir. Və şəkilçi olaraq digər zərf düzəldə bilir. Bu zaman nə zaman sualına daha çox cavab verə bilir? Yəni zərfin suallarından birinə cavab verir və bitişik yazılır. Bu iki halda biz onları bitişik yazacağıq. Nə zaman ayrı yazılır? Bağlayıcı və ədat olanda. Ümumiyyətlə bilirik ki, ədatın funksiyası mənanı qüvvətləndirməkdir. Onu cümlədən çıxarıb baxa bilərik məna dəyişməməsinə görə. Əsasən feildən, xəbərdən, ismi xəbərdə ola bilər. Ondan sonra axtara bilərik. Gəl də, get də, otur da, dur da, sən demişdim axı yaz da. Bu tip olanda bunlar ədat olacaq. Amma iştirak bağlayıcısı həmçinin ha belə mənasında işlənəndə isə onda olacaq iştirak bağlayıcısı. Məsələn, biz daha çox bunu nə vaxt istifadə edirik, nə vaxt bunu belə deyim qarşılaşırıq. Elə bir dialoq fikirləşin gündəlik həyatda. Məsələn, harasa gediləcək, siz deyirsiniz ki, mən də gedəcəm. Kimlərsə gedir, siz də iştirak edəcəksiniz həmçinin. Məsələn, və yaxud mən də bugün dərsdə yox idim. Deməli, başqaları da yox idi. Məsələn, bu dialoqun biz əvvəlini belə deyim, öz təsəvvürümüzə gətirəndə nə fikirləşirik? Deməli, başqa kimsə də yox imiş, həmçinin mən də yox idim. Yəni, bu şəkildə olanda ayrı yazılacaq. Ümid edirəm ki, bundan sonra doğru yazarsınız. Hələlik.